Əgər orada daxili qırğın, xaos, ayrı-ayrı millətlərin, xalqların silahlanıb, bir-birinin qırması prosesi başlayanda biz yenə burada seyirci qala bilməyəcəyik. Biz burada danışmayacağıq. Onun bir ucu da yenə gəlib bizə toxunacaq. Qardaş, Təbrizdə düşən hər bomba Bakıya düşmüş kimidir. Heç biz bilmirik o. Mən başa düşürəm, baxıram, görürəm ki, hərbi obyektlərə düşür də, binalara düşmür, dinc əhalini vurulmur şükür Allaha. Buna baxmayaraq biz onu bilmirik ki, biz bilirik Təbrizdə bomba düşdü, Təbriz yanır, bu bizim ürəyimiz yanır. Yəni orada 2 nəfər ölübsə də yenə bizim adamımızdır. Bu Təbriz Azərbaycanın paytaxtıdır. Azərbaycan şəhəri deyil. Bəli. Təbriz Azərbaycanın paytaxtıdır. Bakı bizə bu qədər doğmadır. Təbriz deyəndə qanımız qaynayır. 107 ildir paytaxtımızdır. 107 ildir. Təbriz bizim 5000 il paytaxtımız olub. Təbrizin sahibi kim olub, Azərbaycanın sahibi olub. Təbriz Azərbaycanın simvoludur, rəmzidir. Bizim şairlərimiz, fikir adamlarımız, siyasi mərkəzimiz. Azərbaycanda yeganə bir şəhər var ki, onun adını insanlar öz övladlarına qoyur. Bu Təbrizdir. Nə Həmədan adı qoymur heç kim, nə Ərdəbil adı qoymur, nə Bakı adı qoymur, nə Şamaxı. Amma Təbrizi hamı qoyur, övladına.